kanalıma hoş geldiniz dostlar. Bu günler ben sizlerle birlikte hem Ferrari'nin son süratini öğreneceğim. Yani geçen videoda olduğu gibi dostlar. Bir de geçen videodan bir şey başa düştüm ben dostlar. Buradan bura. Bakın bu işaretlediğim yerden dostlar. Düzdür mü? Bu yumru yere kimi 10 kilometre yakında dostlar. İndi canım biz hem Ferrari'nin gücünü öğrenek dostlar. Bu bir dənə yox, bu 56 zat toplayır. Ancaq Nivo 60 neçə zat toplayırdı. Nivo 405 gedir. Görəm o neçə gedəcək. Neyse dostlar, indi biz bunun gücünü yoxlayaq. Yəni neçə ilə gedir. Bir də dostlar 100 kilometr olanda 100.000 pul verir. Bunu sizə öyrədək. Hələ ki 88.000 kilometrdir. Vay, qəşəng qalxdı sürət. 430, 440, 500 qoyaq dostlar bunu. 405, vay, bu 405'i keçdi. 420 olmağa az qaldı və 420. Vay, bu neçənin cəcət? Yəqin 435 falan gedər. 27 olsun, 27 olsun. Dostlar, bu 427 olma. Hə, 427, indi də 428. Gedər mi? Gedər mi? 428 gedər mi? Dostlar, 94.000 kilometre. Allah, bizim benzinimiz azdı. Yolda bir dənə saxlayıb vurarıq da benzin. Oya, 428 oldu dayandı. Dostlar, 428 oldu dayandı. Baxmayanlar, onu görməyənlər bir dənə arxaya yığdırsın, baxsın bir dənə dostlar. Çatdıq. Yol işarəsini basaq və dayansın. 428 alt gücüymüş dostlar. Alt gücü nədir? O sürəti 428 imiş dostlar. Bana bu benzin istiyormuş. Buradaymış. Dostlar, demək ki 428 imiş. Bəlkə dirəkdən 429 dolar deyil. 96.600 kilometre. Dostlar, bir dənə bu solda gedən adama baxın. Çox maraqlıdır Allah. Onun yerişinə baxın bir dənə. Tez qaçaq, tez qaç. Dostlar, bunun yerişinə baxın da bir dənə. Görün burada maşın şey varmış, maşın düzəltmə. Bütün adamlar belə yeriyir. Dəfə dolduruldu. Aa, hamısı yox, bu adam da belə yeriyir. Alkol çönəkli. Ancaq böyle yerimir. Neyse dostlar, biz bir dənə tez bazar buradan maşınımızı götürək, yola çıxaraq və qazlayaq. 100k eləyəndə 100.000 pul verilmiş dostlar. Bizim də 19.080.000 pulumuz var. Ay, ben maşını orada düzelttim. Yani. Vallahi bir dənə arxaya gedək bizə düzeltdirək maşını. Ancaq zor işdir daha. Ben tez bazar girək. 97,3 kilometr. Gaz değil 100 kilometre. Dostlar, orada bir dənə drift çəkək. Və maşını gedək vuraq. Şükür maşını heç olmadı. Ayda 2 kilometr qaldı. Mən deyirəm bu 100.000 puluna yaxşı olmur. O 2 kilometrdə dostlar eşidirək. Drift moduna qoyaq. Drift modunda belə eşidirir. Ancaq AVD-də ondan daha da qəşəng eşidirir. O yüzden AVD'de qalsın. Rıçnay.
Dostlar Nivamızda 150k deyəsən 150 kilometr. Düz bildiyimə görə elə olmalıdır. 99 kilometr. Son bircə kilometr qaldı. 3 krok, 2 krok vuraq bu maşında. Yaxşı işləyə bilmədik dostlar. Çünki maşın ayda. Arxa getdi. Arxa buferi getdi. 99,5 dostlar. Son 500 metr. 500 metrdə tez bazar gedək bir dənə. Son 300 metr. Ayda buradan getməyin, maşın çirənəcəkdir. Dostlar son 100 metr. 99,9. 100 kilometrlə dostlar 100.000 pul qazandıq. Ay bu niyə aşağıdakı 90? Hə indi 100 kaldı. Dostlar biz bir dənə burada haqqa edition. Bir dənə maşına baxın dostlar. Görün nətər fırlan. Onu belə qoyaq dostlar. Hız sabitliyiz. Sonra da buna basaq. Əlimiz roldaydı. İndi öz-özünə fırlanacaq. Bu qədər asandır da dostlar. Of. Bir dənə bu dumanlara bax da. Maşına gəl, maşına gəl. Dostlar mən bu drone tam yaxşı kullana bilmirəm. Neyse çıxaq drone'dan. Gaza gəl. Maşın gaza gəl. Ay başım döndü. Dayan. Hız sabitleyicisi. Dostlar bir tane buna baxın. Dostlar mən bunu çəkməliyəm. Yəni maşınımızı düzəməlli eləyək. Belə park eləyək. O yüzü görsənməsin yaxşıdır. Belə çox pis oldu. Belə görsənsin. Onu belə. Onu da belə. Poz ver maşın. Bip. Dox. Dostlar qəşəng şəkil çəkdik. Çox ləzzətli. Neyse dostlar. Beləliklə daha bir videomuzun daha bir sonuna gəldik. Kanala abone olup like atmayı unutmayın dostlar. Sağ olun.